Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər, hər vaxtınız xeyir olsun. Yeni bir proqramla dostlar xidmətinizdəyik. Həsr olunur İranda baş verən olaylara və zindanlərimiz ki, vəziyyəti çox gərgindir. Yürüş Mehrəlbəyli, Abbas Lisani və başqa təzə tutulanlar da Ağay Davud şiirini təzə tutublar. Və e, Təbrizdə bizə gələn xəbərlər əsasında ərz eləyirəm ki, çoxlu insanlar həbs olunubdur və məhbusdakı zindanilərimiz də az cümlə Ağay Əzimi, Tahir Nəqəvi və başqa dostlar, Vədud Əsədi, ondan sonra Abbas Lisani və bunlar da hələ bunların bir iddəsi, yəni hələ hökm almayıbdılar. Yəni yeni tutulan Ərdəbilli dostlarımız ki, etisaba getmişdilər, himayət eləməcə Ağay Vədud Əsədi ilə Tahir Nəqəvinin zadında ki, onlar 3 nəfərdilər, hələ onların hökmü müşəxəs deyil ki, nə olubdu. Əlbəttə, bəlkə də hökm veribdilər. Bu əlaqələr olmadığı üçün bizə hələ xəbər gəlməyibdir. Bunlardan da önəmli Əbülfəzl Rəncibəri ki, 1404-də tutulubdu və başqa o bir dənə konferansa gedibdi. O konferansda iştirak edibdi. O konferansdan qayıdandan sonra tutublar və guya buna ki, niyə ziddinqilablar məsələn zadında iştirak edibsən. Ona görə tutulmuşdular. Sonra bunun hökmü zadın nədir? Keyfərxastın bunun zad elədilər. Əvəz elədilər. Müharibə adı qoydular. Və casusluq. Çox maraqlıdır. Və indi hökmü edam buna sadir edibdilər. Bu həm ustad danışqahdır, həm vəkildir. Ağay Əbülfəzl Rəncibəri, Düşdür Əbülfəzl Rəncibəri bizim tanınmış Azərbaycanın şəxsiyyətlərindəndir və çox siyasətlə maraqlanan insan deyil. Bu elmi, akademik bir adamdır, hüquqşünasdır və hüquqi pərvəndələrlə o götürməklə məşhurdur və ustad danışqahlığından. İndi hakimiyyət niyə bundan bu cür gözdağı alır, bunun belə eləyir? Həqiqətən nigarançılığımızı çoxaldır bizim. Bir dənə soydaşımızın, bir dənə insan ki, adlı bir insan kimi yaşayırdı, onunla həyat sürürdü. Bu günləri gətirərlər, qoyarlar vitrinə, deyərlər ki, sən edama məhkumsan. Çox maraqlıdır. Ondan sonra da Təbrizdən bir nəfər də Beytiham Sazman-ı Mücahidin Xalq tutulubdur. Hələ onun pərvəndəsindən heç xəbərimiz yoxdur. Onun qazisi ondan pul istəyibdi. Çox maraqlıdır, rüşvət istəyibdi və rüşvəti vermədiyi üçün onu da edama məhkum ediblər. Bunun pərvəndəsindən, kəmo keyfindən mənim xəbərim yoxdur ki, bunun pərvəndəsi nə oldu, nə ayrıldı üçün o qədər irtibatlar kəsildi ki, bizim o xəbərlərdən heç zadımız olmadı və buna amma çox ciddi üçün Sazman-ı Mücahidin Xəlqə mənsub elədikləri üçün bir dənə Azərbaycanlını çox nigarançılıq vardı və qətlən mən şəxsən xəbərim olmadığım üçün çox nigaranam ki, buna üçün hakimiyyət də çox Sazman-ı Mücahidin Xəlqin pərvəndələrinə çox həssasdır. O həssasiyyətə görə mən də ehsas nigarançılıq eləyirəm ki, inşallah ki, bir dənə soydaşımız yox, bəlkə hər insanın ölümünə mən razı deyirəm. Bir dənə insan kimi, bir dənə sadə hələ Azərbaycanlı olduğu bizə çox önəmlidir. Çünki hər halda hər kəs öz ətrafında olan insanlara yaşamına çox həmiyyət verir. Biz də qətlən Azərbaycanlı olduğumuz üçün biraz borcumuzu da artırır və həssasiyyətimiz də qətlən bu soydaşımıza çox olmalıdır. Məxsusən Ağay Əbülfəzl Rəncibəri də, Düşdür Əbülfəzl Rəncibəri də məni çox nigaran edir. Abbas Lisaninin pərvəndəsi, ondan sonra başqa 2 nəfər də onu
Davud Şirinin də və bütün soydaşlarımız ki tutulublar, zindandadır. Çox böyük rəqəm də insanlardır ki, tutulanları 100-dən də şayət 200-ə yaxın insan ola ki, bizim soydaşlarımızdan ki, siyasi ittihamla hələ biz tanıdıqlarımız və bizim tutduğumuz amar əsasında ərz edirəm, çox nigaran edir. Amma İranda vəziyyət çox gərgindir. Yavaş-yavaş o ərzaq iki bərabər, üç bərabər artıbdır qiymətləri və bu da millətə çox fişar gəlir. Hələ dövlət çalışır ki, qiymətləri aşağı gətirsin və millətin hətta o iş yerlərindən hələ olmasa da, işə getməsələr də gənə dövlət maaşlarını verir. Gənə də bu yaxşı bir xəbərdir və bizi çox belə onların, amma o xüsusi yerlərdə yavaş-yavaş xaricələri çıxardırlar. Və yəni o işsizlik dalğası yavaş-yavaş başlayır və onlar həqiqətən adam nigaran olur ki, bunlar ki təzə çıxırlar. Bunlar nə yeyəcəklər, nə içəcəklər? Onlar ki dövlətdən maaş alırdılar. Hələ dövlət onların maaşını çalışır versin və ərzaq kuponları veribdir və o da millətə biraz yaxşıdır ki, hətta bir az qiymətə bəzi yeməkləri ala bilir. Düzdür, o bir həddi kafi deyildir. O kifayət qədər də olmasa da bu gənə də yaxşı bir hadisədir ki, dövlət belə bu fikrə düşüb ki, onlara yemək yetirsin. Hətta gəl o yoxsul ailələrə yemək almaqları yaxşı bir hadisədir. Onun üçün bu günlər bir qonaq dəvət eləmişik ki, iqtisadçıdır, Aydüştür Yəhyayini. Sağ olsunlar ki, gəlibdilər və bu verilişdə iştirak ediblər. Aydüştür, minnətdaram. Xahiş edirəm, buyurun bir salamlaşın, proqramımıza. Çok sağ olun Cenab-ı Süleyman'ı. Çok gamli ve dertli ve kederli bir başlangıçla bərnaməmizə başladık. Kaş ki güzel haberler olsun. Kaş ki bilirsiniz bahar güllü çiçekli olar. Kaş ki güzel haberlerle başlasın ama ne yazık ki güzel haberlerle başlayamırıq. Bir yani beladır yani bir beladır gelip bu camianın başına ve bu belanı camian necə öz başından atacaq, necə öz sərnişinə sahip duracaq, bu özü bir tane büyük bir problemdir. Ben de sizin kimi her şeyden qabaq hem size hem bizi tamaşa edenlerin hamısına canı gönülden selam arz edirəm ve ümidi varam ki qəmlərimiz azalsın, kədərlərimiz azalsın, xoşbəxtliyimiz, rifahımız artsın. Tek bizim değil, bütün dünyada olduğu kimi Və məxsusən millətimizin. Bəli, başta gəlib. Bayaq siz bir şey dediniz, insanı axı bir hukukçunun siyasetle de ilgilenmeyen Ağay Rəngibərdən söhbət elədiniz. Bu insanın yani mufsidul fil ərz demək mənası nədir yani? Bu necə bir insan, hukukçu bir insan yeryüzünde fesat yaradar. Necə yani fesat yaradabilir bu insan? Yani ne yemeyebilir ki tebdil olsun fesada? Cumhur İslami azıp daha Süleyman. Cumhur İslami doğrudan da azıptı. Hele Ay Xamene'nin öldürülmesiyle, büyükbaşların öldürülmesiyle, Larican'ın, ne bileyim, Şəmxanının, Xamene'nin özünün öldürülmesiyle, oğlu da ki belli değil hardadır, Seyid Muştaba. Onun da belki hərdən deyirlər ki, yaralanıb, ayaqları yaralanıb, üzü yaralanıb, ne olubsa, İran İslam Cumhuriyeti bu vəzdə hani biraz yumuşamaq yerine daha da belə hani qəddarca hərəkət edir və neçə insanı da peş-peşə mesela ölümə məhkum edib və maalesef mütəəssifane bunların birçoğunu da edam edib. Dediğiniz kimi Sazman Mücahidini xalqa mənsub edirlər.
diğerlerine mensup edirlər. Yəni ölüm fərmanları peş-peşə gəlir və bəlli də deyil ki, nə vaxt bu duracaqdır. Bax bu il hələ bu il Ordubadın ikisi və ya üçüdür. Bax bu yəni hələ bir ay keçibdir. Fərvərdin Ordubad, yəni bu ilin 1405-ci ilin birinci ayıydı hələ. Birinci ayda indiyənə qədər heç olmasa bir çox insan, bir çox cavan, 30'a yaxın cavan edam olunubdur. Bunların bu mütəəssifanə keçən illərdə əgər bilirsiniz keçən il rekord vurdu İran edamlarda. Bu ildə hələ əlbəttə keçən il rekord vurduğu halda tedad bu qədər siyasi yox idi. Hani çoxu şeylər idilər be istilah məvad müxaddir üzərinə tutuklanan filan bəhman, amma bu il başdan ilə başlayıb siyasiləri öldürür və siyasilərə edam səhpasına çıxardırlar. Və bu hamısı da millətin gözünün qabağında olur və əcib da Süleymanı. Baxınız, bayaq siz bir şey işarə elədiniz iqtisadi vəziyyətə. Süleymanı, iqtisadi vəziyyət milləti doğrudan kəlaf edib. Milləti əsəbləşdirir. Millət bilmir neynəsin. Yoxsulluq bir tərəfdən, fəlakət bir tərəfdən, işsizlik bir tərəfdən. Bunlar bizim tək dediyimiz bu televizyon proqramını dolduralım deyə dilə gətirdiyimiz bir şeylər deyil. Hani İranın özündən vəzirlər deyir. Dünən vəzir-i be-istilah o hani vəzir-i muxabiratdır da bir qədim adı, indi bilmem adı nə olub. O deyir 10 milyon insan internetin olmamasından dolayı, internetin qət olmasından dolayı 10 milyon insan iqtisadi vəziyyətdən əzabdadır. Yəni işin əldən verib, imkanatın əldən verib, fəaliyyəti iqtisadisini əldən verib və işin qabağı aparamır. 10 milyon insan bir vəzirin dediği sözdür. Nə bilim ondan sonra yine dediğiniz kimi bak bazar yoktu, iş yoktu, karxanalar peş-peşə bağlanır. Bir çok karxana zat vurulub ay Süleymanı. Vurulub və yıxılıb, yox olub. Heç bunlar axı bilirsiniz internet olmadığı için, xəbər eşiyə çıxmadığı için bizim xəbərimiz yoxdur ki, nələr olub İranda. Hələ bunu zaman nişan verəcək. Bəli, vaqiyyət budur ki, neçə milyon insan əlan İranda bekardır, işsizdir. Bunların imkanatı da yoxdur ki, neyləsin, iqtisadi cəhətdən özdən idarə eləsinlər. Bir şey işarələdiniz, amma onun da iqtisadi əsası yoxdur. Dediniz ki, dövlət bəzi özünə karməndlərinə, bəzi dövlətin müəssisələrində işləyən adamlara işsizlik pulu verir. Yok, işsizlik yok. İşleyenlere pıl verir. İşte, bəli, o axı bilirsiniz, məsələ buradadır ki, işlənməyənlərə də verə bilər. İranda biləxərə sənduğu bir karı var, onlara da verilə bilər. Amma vaxtı ki, məmləkətdə tövlid olmasa, iqtisad dolanmasa, dövlət də onun vergisini, maliyyatını toplayanməzsə, hətta İran iqtisadı bilirsiniz, tək məhsullu bir iqtisaddır. İran iqtisadı nəftə bağlıdır. Nəft də satanmazsa, imkan iqtisadisi olmasa tek bir yol kalır Süleyman'ın. O da bilirsiniz ne diye yok. O da Merkez Bankası'na ısrar edecek, banki merkeziye diyecek sen pul çap elə. Bedunu poştuvana pul çap elə. Bedunu poştuvana pul çap edip milletin ihtiyarında koyacak. Yani mesela o pul verecek millete, paylayacak. Ve onun faciaya sebep olar. Bak yine ben özümden bunu demirəm. İndi %100'e yakın bir təbərrüm var Süleyman. İndi. Zat reis banki mərkəzi Ay Himmətin dediyində mən dayanaraq sizə deyirəm. Bir gələn il İran təbərrümü inflasiyası 180% olacaq. Yani bu biləxərə reis banki mərkəzidir, bu dövlətin adamıdır. O mübaliğə eləməz, azın tutar. Belki de bunu onun dediğine göre belki 250% təvərrüm ola bilər. Ola da bilər. Çünkü o eğer 180% deyirsə, siz inanın ki bu olacak 250%. Pul millinin artık ərzişi qalmayıb Süleymanı.
Pul millinin heç bir mənası, məfhumu yoxdur. Riyalın artıq, əslən riyalla millət əhəmiyyət də vermir riyala. Bax, məmləkətin iqtisadi, məmləkətin məsrəfləri, məmləkətin millət, ailələrin, xanvadələrin xəzinəsi, xanvadələrin mesela məsrəfləri dolar ilə hesablanır. Yəni məmləkət elə bir vəziyyətdədir ki, bu hara gedə bilər, hər ləhzə patlaya bilər. Və biz əgər bundan hərəkət eləsək, siz deyə bilərsiniz ki, bəs niyə oturub müzakirə eləmirlər? Ay Süleymanım, mən bu gün İran xəbərlərinə qulaq asırdım. Mesela Ay düşdür. Qəşəng yerə gəldin, çıxdın ki, mən, niyə bunlar müzakirəyə nə olur axı? Niyə başlamırlar? müzakirəyə yanaşmırlar? Bax, bu gün bir növ nümayəndə məclis deyir ki, deyir ağay Mujtaba Xomeyni ilə Xameneyi ilə, ağay Mustafa Xameneyi. Mujtaba Xameneyi ilə, bəli, Mujtaba Xameneyi ilə Əli Xameneyinin oğlu Mujtaba Xameneyi ilə şimdi üçüncü rəhbər olub Cumhuriyet İslamıda. Onun əkidən təkidi vardı ki, müzakirə bir müzakirə. Müzakirə olunmamalıdır. Yox, mən o cür eşitmədim də, ay düşdür. Deyirlər ki, məhafil siyasətdə deyirlər ki, əslən nüvə məsələsi, uranyum məsələsi Gələcəm ona. qabilin müzakirə deyil. Elə bax, ittifaqən onu gəlirəm, ona gələcəm ki, biz müzakirə masasında oturmaya ehtiyacımız yoxdur. Biz gəngə mübarizəyə devam etməliyik. Bu bir dənə nümayəndə məclis deyir. Ondan sonra bir reis komisyon əsli nəvət deyirlər İranda ona. Məşhurdur da əsli nəvət. Bəli, bilirəm. Komisyon əsli nəvət. Bir mallanın dediklərini mən sizə xülas edeyim. Deyir axı biz niyə oturaq müzakirə edək? Biz piruz gəng yox. Biz Amerikanı dizə çöktürmüşük. Biz İsraili dizə çöktürmüşük. Biz nə üçün oturaq onlarla nəsə müzakirə edək? Bizim niyazımız yoxdur. Biz onlara bəzi şeylər demişik. Onlar qəbul eləməlidirlər. Eləyəndən sonra bəlkə müzakirələr. Bunların biri budur ki, 10 maddəlik bir şey qabağa sürmüşük. 10 maddə çərçivəsində danışa bilirik. 10 maddə çərçivəsində budur ki, Amerika qəramət cəngi versin bizə. Yəni vurub bizim bir sürü yerlərimizi dağıdıb, onun qəraməti verməlidir. İkincisi, nüvə məsələsi siz bəyan işarə elədiniz. Atom məsələsi gündəmdən çıxarılmalıdır. Heç o elə bir şey üstündə danışılmamalı. Üçüncüsü, bizim bloke olmuş pullarımızı azad eləməlidir. Biz o pullarımızdan faydalanmalıyıq. Dördüncüsü budur ki, bizim bir tane məsələmiz var. O da elə yine onun dediğini deyirəm sizə. O da budur ki, Körfəzdə, yani Xəlici Fars deyil. Xəlici Farsda, o boğazda, yani mesela Hormuz boğazından, oradan bizim bütün gəmilərimiz rahatdır gedib gəlməlidir və biz də oradan öz haqqımızı almalıyıq. Yəni ayrı bəhsimiz bizim Amerika ilə yoxdur. Amerika şikəst deyib, Amerika qaçıb, Amerika indi də qaçır. Yəni bax, bu Ay Süleymanım, televizyon Cumhuriyet İslamıda deyilir. Bunu bəlkə sən mən qəbul eləməyə bilirik, amma bir tədad İranda vardır ki, bu sözlərə inanırlar. Vaqiyyətləri bilmədikləri üçün İranda azadiyə bəyan ki yoxdur. Azadiyə mətbuat da ki yoxdur. Azadiyə xəbər də yoxdur. İnternetdə ki bağlayıblar, qoymurlar. Pəs bənabərin bir tədad vardır ki, belə sərsəfiş sözlərə inanırlar. İnanırlar ki, bəli, vaqan Amerika şikəst yedi, İsrail şikəst yedi, nabud oldu. Qardaş, əgər İsrail nabud olmuşsa, Amerika da şikəst yediysə, onlar zaten nə işi var Amerikanın orada durup? Yəni əgər Amerika qoymur ki, sən nəfs atasan, qoymur sənin gəmilərin oradan geçsin, sənin neçə dənə gəmiyi tutubdur, axı sən necə orada piruz olmuşsan? Bu mənası nədir? Yəni mən istəyəm deyəm ki, ay Süleymanı, rejim özü də çırıqıb, bilmir neynir. Danışdığı bəlli deyil. Bir də ki, bəzi adamlar vardır ki, sən hani
hadisənin eşiğində qalıblar. Ağayı Pezeşkiyan kimi. Ay Pezeşkiyan fəqət naləsi budur ki, pulumuz yoxdur. Ayrı bir şey dilə gətirəmir Ay Pezeşkiyan. Fəqət tək bir sözü vardır ki, bizim pulumuz yoxdur. İmkanat malımız yoxdur. Bizim niyazımız var, niyazımız bərabərdə olmur. O keçəndə Ruzi Ərteşidir, Ruzi Sepahıdır. Bunların hamısı dilə gətirdi Ay Pezeşkiyan. Bəli, Ay Pezeşkiyan heç, hani deyərlər, heç adam yerinə qoyan da yoxdur. Halbuki kanun əsasıya görə rəhbərdən sonra Ay Pezeşkiyan da Ay Pezeşkiyan gərək Muştəbə Xaməni ilə irtibatda ola. Ağay Əhməd Vəhidi deyir, tək adam irtibatdadır, o da Əhməd Vəhididir. O da bəllidir, əsən irtibatda deyə deyir. Axı necə olub, indi 40 neçə gündə, 50 günə yaxındır. Bu adam rəhbər seçilib, nə bir danışıb, nə bir ortaya görünüb, nə millətlə bir şeyi dərdləşib, heç zat. Fəqət neçə Ay zaman düşür. Bəlkə yürüyüşlər. bunu yalandan propaganda yapırlar ki, Bəli, zaten deyirlər ki, nə Mustafa Xaməni zatdır. İstəyirlər günahı məsələn bir naməlum şəxsin alnına yatırır. o baxı, onun da valla dediği, yani onun da beyaniyeler verir veya itilaiyeler verir. Bu itilaiyeler görsədir ki, elə bir şey dədəsinin xəttindədir. İran dədəsinin xətti ilə qabağa getmir Ay Süleyman. Əgər getsəydi nə cəng olardı, nə şey olardı. 21-ci əsrdə gəlib də Amerika ilə didişmək, bunu geçəndə yine bazı biləxərə mütəvəkkil olan insanlar da var. Geçəndə bəzisi deyirdi, fikirimi də galiba özüydü. Dedi, biz Amerika ilə ne şeyləyənmər, ölçənmərik özümüzü. Amerikanın iqtisadi fərqlidir, Amerikanın nizami qudrəti fərqlidir, tekniği, teknolojisi fərqlidir. Axı biz onlarla vuruşanmərik. Onlarla da baş-başa qoyanmərik. Onlar ayrı bir dünyadadırlar, biz ayrı bir dünyadayıq. Yəni mənzur, axır sözüm bu barədə bu olsun ki, Trump'ın dediyinə, Trump'ın hər dediyinə inanmaq mümkün deyil. O da bir dövlət adamıdır, o da təbliğat edir. Amerikanı təbliğ edir və öz mənfəətlərini nəzərdə tutur. Amma vaqiyyət budur ki, o Cumhuri İslamın Süleymanı belə həssas nöqtəsindən bu səfər tutub. Qabaqca bu həssas nöqtəsindən tutmamışdır. O da bir istilah Körfəzin, yəni Təngi Hormuzun bağlanılması İran gəmiləri üzərinə. Təngi Hormuzun İran gəmilərinin üzərinə bağlanması İran ekonomisunun boğulması deməkdir. İran ekonomisi güclü bir ekonomi deyil. Bunu hamı bilir. Cumhur İslamı özdə bilir. Neft gəmiləri deyir ki, ticarət, kullan ticarət dayanır. Bəllidir. Bütün gəmilər ki İrana aiddir, oradan istər geçsin, Amerika müsaade etmir. Güclü, qüvvətli bir dövlətdir orada. Boşu-boşuna gətirməyib neçə min sərbazını ora. Neçə min hələ mən ondan qorxuram ki, Süleymanı. 70 min dənə ay düşdürdü. Zatı əsgər gətiribdir. Sərbaz gətiribdir. Yəni, Niruy nizami gətiribdir. bax, onların bilirsiniz, Niruy nizamiləri də həm qüvvətlidir, həm teknik bilirlər, həm bu iş için hazırdırlar. Onlar gəlib bir gəzirəni, məsələn, Xarş gəzirəsini onlar müsəllət olsalar, İranın 92% nəfti oradan sadır olur. İran heç də deyəməz. Yəni, əsən mümkün deyil. Yəni, ona görə, əlbəttə bunu deyəndə bizim xoşhal deyil bu məsələdən. Bizim ümidimiz bu idi ki, İranda cəng olmasın, müharibə olmasın, İrana saldırılmasın, İranın hani yerləri, yurtları, körpüləri, nə bilim, mədrəsələri vurulmasın, İranda insanlar öldürülməsin. Danışqahları vurulmasın, təhqiqatı mərkəzləri, ondan karxanələr. Biz bunlara çox xoşhal deyirik. Hətta narahat olsun ki, bu millət əsən o mallar, o vurulan, yox olan mallar, nə bilim, nə bu Ay Xameneyinindir, nə bu rejim Cumhur İslamının, o millətin malıdır. Düzdür. Elə bunun barədə mən sizə bir şey desəm, əcayibdir.
E, Soxanquy Dövlət o xanım Mahaciranı istirahat gün bir şey dedi. Təəccüb elədim mən. Xanım Mahaciranı deyir ki, hən şəhrdar Tehran qabaqca dedi ki, yıxılan evlərin hamısının biz düzəldəcək, hamısını təmir edəcək, düzəldəcək, yıxılması gerəkəni yıxıb tazadan tikməliyik və ya tikilməsi gerəkəni də tikərik. Yəni təmir olsa təmir edərik, olmasa yıxıb yenidən tikərik. Ait Soxanquy dövlət deyir, pulumuz yoxdur, imkanatımız yoxdur. Tək biz iş görə bilirik. Biz qabaqca deyək, məsələn, 6 mərtəbə üçün cavaz verirdik. İndi 8 mərtəbə üçün cavaz veririk. O 2 mərtəbədən pul almarıq. Yəni o 2 mərtəbə ki, üstündə tiksinlər, onlardan pul almarıq. Bu bahis olar ki, sazəndə şirkətlər təşviq olurlar, gələrlər, yıxılan evləri sökərlər, tazasını düzəldərlər. Yəni beləcə millətin haqqını, hüququnu da vermiş olduq. Yəni millətin öz cibindən millətin xəsarətini üstündə versinlər. Amma millət soruşur, bu savaş məgər, bu müharibə məgər bizim davamızdır. Bu müharibə, bu savaş sizin davamızdır Amerika ilə. Dərdiniz nə idi? Və niyə dünyanın Amerika ayrı məmləkətlərlə işi yoxdur, fəqət sizinlə işi var? Ay Süleymanı, 40 neçə ildir İranla didişir. Bax, o birisi cumhurlarda neçə dəfə istədi İran'a həmlə eləsinlər. Ağay Bush, W. Bush, yəni Cavan Bush, İran'a mehvəri şərarət elan elədi. Neçə məmləkətlə birlikdə. Yəni mehvəri şərarət demək, yəni İran istədi həmlə eləsin. Ne bileyim, ondan sonra Obama geldi, falan geldi, Bahman geldi, biraz yumuşama oldu, biraz elbette yumuşama elə de olmadı. Hala Obama olsun, Clinton olsun, bunlar hamısı İran'ın təhrimlərlə İran'ın iqtisadını çökərtdilər. Yəni istəyirəm deyəm ki, yəni Amerika ilə İran'ın rabitəsi 40 neçə ildə niyə düzəlmədi? Dərdiniz nədir? Axı bizim hani hələ Amerika ilə də düzəlsə ayrı bir məmləkət var. İsrail var ortada. İsrail'in heç düzələcək bir şey deyil. İsrail'i rəsmiyyətlə tanımır. İsrail diye bir məmləkəti Cumhuriyet İslamı rəsmiyyətlə tanımır. Həmişə də bu soruşulur. Elə bu bərnamədə neçə dəfə soruşulur. Bu məmuriyyəti sizə kim verib ki, İsrail'i yeryüzündən siləsiniz? Bu harda yazılıb? Harda bu məmuriyyət sizə verilib? Axı siz niyə bu oyun oynuyorsunuz? Hani o birisi Ərəb məmləkətləri ki, Ərəb məmləkətlərinin öz mallarını Filistinlər də Ərəbdilər. Onların yerlərini qəsb edib İsrail deyək hələ. Onların davası yoxsa sizin davanız hardan gəlir? Siz niyə davanı başlamıyorsunuz? Gəlsin vursun, bir sürü adamımızı öldürsün. Rəhbər, hani Xameneyini öldürsün, Xameneyinin ölməsində də biz narahat olur. Biləxədə insanıdır da. Gerçi çox cinayət yaradıb, çox cinayət törədib. Amma Süleymanı, bax, Cumhuriyet İstanbul'un elə bu bəhsdir ki, Xameneyinin ölümünə İran'da çox adam narahat olmadı. Ay düşdür. Bu həkləri də vardı. Bir rəhbəri ki, bu camiədən bir zərrə etiraz eləyirsən, güllələri götürüb zad eləyir. Bu bir dənə cinayətkar adamın ölümünə kim sevinməz? Ay Süleyman, geçen hafta bak illerce önce Dağıstan İnkılabı'dı da o Musevi Tebrizi. Bəli, bəli. Musevi Tebrizi öldü. Sessiz, sedasız, hiç kimse Musevi bilmedi. Təbrizi öldü. Bəli, Musevi Tebrizi öldü ve bastırıldı. Yani ben buralar Mən insan çox oldu. təəssüf edirəm ki, o ölüb. Niye O dadı ən Azərbaycanın cinayətkar Bəli. qəssabı, ondan sonra zindanilərin Bəli. ölümündə əli olan adam idi ki, mən onun şahidi olmuşam. Ay düşdür. Bəli. Ona Yəni, görə mən yəni, çox belə təəssüf elədim, narahat oldum ki, bir gün Azərbaycanda
hərb hərəkatı ki olub xalqi müsəlman, ondan sonra Sazmanı Mücahidin xalqin, fədailərin, o əqəlliyyətin, hər nə, hətta Kürdistanda məhkum olan, məhkum yox, o gətirirdilər, verirdilər bunun əlinə, bu edam edirdi. Bəli, edam edirdi, bəli. Yəni bu Bəli, mütləq. həqiqətən qəssab idi. Çox təəssüf Bəli, edirəm ki, o çox. mühakiməsiz öldü. Yox, mən bunu istəyirəm deyəm ki, yəni cinayət Ay Süleyman insanı belə mənfur elər. Cinayət insanı mənfur elər. Cinayətkar adam tarixdə mənfur elər. Gör nə olmuşdu? Bunun ay düşdür. Çox üzr istəyirəm sözü kəsir. Çünki mən əslən narahat oldum onun ölümünə. Bəli. Ki kaş o ölməyəydi. Bir gün bu millətin qabağında Xəlxalidən artıq o Azərbaycanda cinayət. Bəli, bəli, o cinayət eləmişdi. Bəli, O elədi, cinayət elədi. Ona görə mən çox təəssüf edirəm ki, o adam gedib dünənləri bir dənə xanım adı dedilər, mənim yadımdan çıxdı. Elə o zatdır. Əlbəttə Zindan evinin də o şah ki, Bijan Cəzənicili öldürdü. Ona da bir paraqraf hətta danışmağımız yaxşıdır ki, o Bijan Cəzəni və 8 dənə, 9 dənə orada insanın o rəhbəran Sazman Mücahidin Xalq və Sazman Çirkayı Fədai Xalqın bunyanguzarlarının o şəhadəti həqiqətən insanı sarsıdır. Onlar insanhay sadiq, insanhay azadə, insanhay ki, bəşəriyyətin belə azadlığı üçün canlarını qurban verdilər və heç nədən qorxmadılar. Bu böyük bizim tariximizdə bir hadisədir. Bəli. Ona görə hər hal onu mən ilk elə başlanışda istəyirdim. Zaten sizin salamdan sonra ona ixtisas verək bir neçə dəqiqə danışaq. Amma axırda inşallah onu danışarıq. Amma mənim sözüm budur ki, bu adam gedib nə ittihamına Xumeyni bunu qoydu kənara. Xumeyni nə qədər fasid idi, bu ondan da fasid idi. Gedib de ərri bir arvada, hər şeylərlər bu. Nə mənə deyib, gedib de bu irtibatdaymış, ona görə gedib Xumeyniyə deyibdilər ki, bu zat, bir dənə danışçı, pezeşki özdə hamileymiş, elə bu ordu behişdə uşaqlar onun zadın yaymışdılar, mən gördüm, deyibdi ki, gəlcinə mənə zad olcuna, nə mənə deyib, mənə məşuqu olcuna səni edam eləməyim. O da durub bir silli qulağının dibinə vurubdu. Ondan sonra gör belə şəhamətli Azərbaycanın qəhrəman qızlarına eşq olsun. Namusunu, şərəfini qoruyub, amma düşmənə baş əyməyibdir. Bəli, bravo. Allah səni rəhmət eləsin. Hər dində, hər dildə, hər əqidədə olursan, olcunan. Amma Azərbaycanın bu tür qəhrəman qızları məni həqiqətən belə fəxrlə eləyə bilirəm, deyə bilərəm ki, eşq olsun. Hətta bilirsiniz ki, Musavi Təbrizinin bir də o hani Sinema Rex Abadanda da o Bəli, orada ərəblərlə. Orada da ərəblərlə neynədir? Vaqiyyət bu Şah Süleymanı həm qan tökülərlər. Bunlar özlərinin böyük görəndə, yəni hakim görəndə qan tökələ bilərlər. Amma elə mənfur olarlar ki, camiədə, elə mənfur olarlar ki, heç kəs bunların ölümlərinə nə narahat olar, nə əfsus yer. Fəqət bizim əfsusumuz budur ki, niyə bu bunlar mühakiməsiz öldülər? Niyə bu milletin qarşısında cavabdeh olmadılar? Ay Süleyman, yine az görünən bir şeydir dünyada. Ki, neçə nəfər sənin məmləkətin rəhbəri öldürülüb, rəhbəri məmləkət öldürülüb də, biləxərə Xameneyi deyib geçmək 36-37 il o məmləkədə rəhbərlik eləyib, xətmul xitabıdır mesela. Yəni, hər diktatorluq eləyib, hökumət yox, diktatorluq eləyib. Hər şeydəki mesela, indi bax, indi onun zadə ortaya çıxır. Bilirsiniz ki, hökumət bir-birinin
canın oxuyur indi. Yəni hökumət bir-birinin düşüb canına, hər kəs bir tərəfə çəkir. Çünki o yoxdur. O ondan gedirdilər, danışırdılar. O da biləxərə bir təsmim tuturdu. O təsmim olurdu. Fəslxitab deyirlər, nə deyirlər də o olurdu, o icra olurdu. İndi olmadığı için bəllidir kimin əli kimin cibindədir və nə olur, hara gedir bu məmləkət. Məmləkətin idarəsində Süleyman neçə nəfər adam vardı ki, bunların heç səlahiyyətləri yoxdur. Məsələn, deyək ki, Qalibov. Qalibov neçə dərsədlə rəis məclis olub, neçə dərsədlə nümayəndə seçilib. O niyə gərək bu 90 milyonluq məmləkəti o idarə edir? Neçə milyon Türk, Azərbaycanlını o idarə edir? Niyə? Hardan o imkan, o şey verilib ona? Və hardan öz istedadını göstərib o? Yəni göz hani Həmlə Qazənburi falan o danışıcıların zatdan atılmasında, o atmasında pərtab danışıcıları pərtab eləməsindən başqa nə iş görüb şahid? Qalibov indi olub məmləkətin başı. Və hətta yəni o bursları adam yerine də qoymur. Tək orada bir nəfər, hələ biz o intixabat özü məşğul zatdır, zaten qəbul deyil, amma tək adam ki orada mesela müntəxəb mərdum millət tərəfindən seçilib, indi Ağay Pezeşkiyandır. Və Ağay Pezeşkiyan gərək məmləkətin idarəsini əlinə ala. Çünki niyə? Çünki millət tərəfindən heç yalan da olsa, doğru da olsa o seçilib. Ne hiç olmasa neçə milyon rəylə seçilib də, yəni tək adam üçün seçilib odur. O bursların heç biri seçilməyiblər. Nə Ağay Qalibov seçilib, nə Ağay Eceyi seçilib. Bunların heç bir Ağay Eceyi ki mənsub olub. İntisabı bəli də, Xameneyi tərəfinə rəhbər. Ondan sonra 50 gün daha Xameneyi ölüb, hələ də reis radyo televizyon o şeydi yani, o ahmak bir adamdı ki becayınca televizyonu artık yani yavaş yavaş millette bir itaat yaratsın, millette bir insicam yaratsın, yani iftirak yaradır. Milleti birbirine düşman eləyir. Yani elə bərnamələr qoyurlar ki, Süleyman, insan təəccüb edir. Yani ne bileyim tərəf gəlir qanqan deyir. Yani becayın ki otursun bir axıb müzakirə zamanı müzakirə olunlar. Ya sen də əvvəldən elə mən müzakirə eləmirəm. Ya da gedib müzakirə qeydmirsən, gəlmirsən, deyirsən ki, xeyr, mən yalan da deyirlər axı. Bilirsən necədir? Yalan elə bu Ay, rejimin. xahiş edirəm bunu zad elə mən bir iki dənə sual soruşacağım sizdən. Xahiş edirəm, bax bu rejimin bu nöqtədə heç müzakirə istir qatılsın, istir qatılmasın. Bu iqtisad, bu vəziyyətlə, bu dövlət tərəfindən mahar olunmaz, bu iqtisad bu dövlət tərəfindən düzəlməz. Yəni mümkündür bu dövlət eləyə bilsin, qadir olsun ki, bu iqtisada sər-saman versin. Ona görə bu iqtisad zaten bu rejimin belini biçəcək. Bu rejimin tək bir Amerika'da olmasa, İsrail'de olmasa arada bu rejimin belini iqtisad bükəcək. Düzdür, tam doğrudur. 90 milyonluq məmləkəti sən belə idarə eləyəməsin. Yəni mümkün deyil bu idarəsi. Görürük zaten hər şey də ortadadır. Açın, bax, məmləkət hududən amar da verim xidmətinizə. Buyur. Bir 20-25 milyar dolar petroşimi məhsulları satılar. 45-50 milyar dolar da bizim deyək nəft satılar. Yani üst üste 70-75 milyar dolar ki zaten olmaz da biz yap belə yukarı zaten deyirik. İran'ın sadiratı var. 60 milyar dolar da varidatı var. Evet. Bu 60 milyar dolar varidat da eğer olmazsa Ay Süleyman bak o hani o dediğin o bu Amerika'nın orada durup da İran kəşflərinin kontrolü olunması her şeyi məhveder. Tək nəft satmaq deyil. Orada mal gəlməsə bütün tövlid durar. Buna biz deyirik Kalahayı Miyani. Ki əgər bu Kalahayı Miyani gəlməsə sənət durar. Maşınsazı durar. Bütün sənaye yatar.
Çünki o kalayı miyanı gedəcək ki, sənəd edə bilsin. Hələ ay düşdür, Toğluna o devam edirsən. gömrükin gəliri yatar, gömrükin gəliri, siz iqtisadçısınız, mən üzr Bəli, istəyirəm sizin. Yəni bəli. məmləkətin elə böyük dərəmətlərinin biri gömrükdür. Bəli, 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 bəli. Axı o hələ dövlətin diyaq kasasına girir, dövlətin Bu xəzinəsinə dövlətin girir. kasasına da bu Amma dolandırır da bu a- məmləkəti. Təmin Ayşə'cim bak, edəndə. kalay miyani o kalalardır. Yani o mallardır ki eğer gelmezse tuğlit durar. Düzdür. Yani sen eğer 1 milyon 200 maşın düzeldirsen İran'da indi. Hani maşın tikintilerinde maşın düzeldirsen. Eğer bazı mallar gelmezse tuğlit durar. Hiç de diyemezsen. Tuğlidi kabağa aparanmasan. Gerek o mallar gerekse yapsan tuğlit ediyorsan. Tamam, tamam. Hala bunu bizim çok caziptir. Bizim huraki dam dediğimiz yani koyunlara verilecek yem. Hani tavuklara verilecek yem. Bunlar bile gelmese tuğlit olmaz. Yani bunların hamısının qabağı alınıp diye hala bizim ambarlarda 10 gün, 15 gün, bir ay idame tapabilir. Bir aydan sonra ne olacak? Bir aydan sonra eğer bu mallar gelmese tuğlit duracak. Bəli. Ona göre çok ağır günler geçirdir. Bence İran müzakireye dönmelidir. İran müzakirede hatta bazı imtiyazlar verip de özünü kurtarmalıdır. Dervaqa rejim çöker yoksa. Elbette biz Allah'tan istiyoruz rejim çöksün. Bəli rejim çöküp de yerine bir demokratik rejim gelirse çəpi çaldıq. Ama bu rejim çöküp de yerine daha çok ağır diktatörlük gelirse onların da işaretleri görünür. Ağay Cəlili var. Ağay Mirbağırı var. Ağay Cəlili Mirbağırının hətta məclisdə bəzi nümayəndələr vardı ki, ağay vəhşətnakdilər. Bir təbliğat edirlər. Dedim də Əslənəvədin 90-cı Əslənəvədin komisyonunun başı elə İranda bir tablo çizdi. Elə bir tablo nişan verdi ki İran güya bütün dünyanın en başta gelen memleketlerinden biridir. Hatta iddiası vardı ki biz artık normal bir memleket değiliz. Biz süperiz. Her şeyde süperiz biz. Bəli, hər nə göz İktisatta qabağındadır. Hər nə ben her şeyde. gözüm biz şayət bu Təəccüb elədim. görmürük, amma dövlətin əməlkərdini millət görür də. Axı bu bilmem bu harda yaşayır. Ayda Ay yaşayır. düşdür. Bunlar Ayda. yalan deməyə özlərinə bir böyük belə zat bilirlər. Nə mənə deyir? Hem hüner bilirler hem de Hünər bilirlər. bilirler. Ay düşdür. Ay Xomeyni, bəli. Ay Xomeyni də biləxərə bilirsən də bunu Ay Xomeynidən yadigar götürüblər ki, Bəli. Yalan yalan danışma, müqəddəs yalan deyirlər də buna. müqəddəs yalaş. Bəli. 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 Ay düşdür. Avropada biz görürük ki, oppozisyonun çox ciddi görüşləri olur. Həm əvvəlin görüş Kürt və orada İranda yaşayan etniklərdən, ərəblərdən, bəluçlardan çağırdılar. Avropa Şurasının parlamanı görüşdülər. Ondan sonra xanım Məryəm Rəcəvi gəldi, orada görüşdü. Çox da maraqlı sözlər danışdı. Hənif Nəcatgilin əksini zadıb o 3 nəfər rəhbəranı mücahidləri göstərdi. Dedi bu şah bunu Məhəmməd Rza Pəhləvi edam edibdi ki, onlara mesaj verirdi. Zadın nədir, şahın oğlu məsələn, bax bu cinayətkarın oğludur. Bir mesaj idi da. Biz əlbəttə bu bizim nəzərimizdir, onun nəzəridir. Və çox da qarşılandı. Onun danışığı çox da qarşılandı. Əvəzində Avropa Şurası zadı Rza Pəhləvini qəbul eləmədi. Və bu da çox maraqlı idi. Bəli. Və çox belə 300 nəm neçə rəydən 100 nəm neçə dənə rəy gəldi. Bəli, bəli. Ona Bəli. görə çox belə müftəzəhanə bir Çok muhalif zaten muhalif nümayendeler 300 xordeydi. 100 bəli. xordeydi bunun zadına rəy 100 verdiler. nəm Bəli. heç yarısı da olmadı. Yok yok 130 dənə idi, olmazdı. neçə idi? Bəli, Yadımdan. bəli, bəli. Düzdür. Baxın, bu nəyi göstərir? Bu nəyin nişan verir?
Avropa Şurası biri də deyir ki, İranın qabağında mühafizəkarane hərəkət eləyir. Amma Sazman-ı Mücahidin Xalq, Kürdlər kimi radikal qrupları gətirib Avropa Şurası danışdırmağı nəyin nişanəsidir? İstəyir nə desin buna? Ben Ay Süleyman, vaqiyyət budur ki, bilirsiniz, Avropa Amerikaya də həmkarlıq eləmədi. Rəqabəti vardı, bəli. Həmkarlıq eləmədi İrana həmləsində, hücumunda. Bilirsiniz ki, biləxərə NATO üzvüdür də bir çox Avropa ölkəsi. Zaten eləmədi, NATO çox da sərt cavablar verdi. O biz Giorgia Meloni gördünüz nə bəli, dedi. bəli, Onunla İtaliya sadet, bəli, o dəqiqən. Heç mən Giorgio Fransa'nın Meloni'dən prezidenti. heç gözləmirdim. Çünki Giorgio Meloni biləxərə rastgele bir Rastgele çok maraqlı siyasetçidir. elə orasıdır. Rastgele bir siyasetçi olduğu için hele Trump'a karşı duydu ve Trump'a Yaxındır, yaxın demedi. fikirdədirlər. Bəli. Ondan sonra Avrupa Şurası da bile Avrupa Şurası biləxərə Avrupadır. Avrupa'da bir modernizm var. Avrupa'da bir temettün var. Avrupa'da biləxərə bir irtibat var. Bu Demokrasi bir. var. İkincisi yani biləxərə İranın neçə milyon eşikdə biləxərə insanları vardı ki, bunlar elit qrubundandılar. Bunların çoxu təhsilkərdə qrupdur, çoxu mesela camiyə öz bəyanatını verirlər, camiyə itilaat verirlər və İranın camiəsində İranda nələr olub olmadığını Avrupaya bildirirlər. Qaldı ki, Avropanın özünün sifarətxanaları var İranda. Yani Amerikanın bütün telaşı budur ki, bizim sifarətimiz İranda açılsın. Yani sifaretin işi itilaat cəmiyyət öz məmləkətinə göndərməkdir. Bunların Avrupa'nın birçok sifarətxanası var. Onlar itilaat cəmiyyətlər göndərirlər və bunlar İran'ı tanıyırlar. Bunlar xoşnut deyirlər İran rejimindən. Amma deyirlər ki, İran rejimi dəyişsə belə, indi belə bu gün sabah dəyişsə yerinə oturacaq demokratik bir nizam yoxdur hələlik. Hazır deyil ama proses hazırlanır. Dediğiniz kimi Kürtləri hem Kürt gruplarını hem Avrupa Şurası kabul edir, hem Kürt grupları zattaydılar, Barcelona'daydılar. Yani İspanya'da da davet olunmuştular. 6 Hezbi Kurdistan, onlar da müzakirələr ediblər. Yəni fəaldılar, fəaliyyət edirlər. Bəli, mütəəssifanə bizim Azərbaycan partiyaları bu məsələdə bəziləri çox aşırı gedir, ifratı gedirlər, bəziləri də pasif qalıblar. Keçən də bir məqalə oxuyurdum. Çox cəlibdir məqalə. Əlbəttə iddiası bu idi ki, İran tarixində Azərbaycanın türkləri ilə farslar millətləşmədə qabaqdadılar. Yəni millətləşmə demək, yəni burjuvazının təşəkkülü deməkdir. Milli burjuvazının. Milli burjuvazının təşəkkülündə, sazmandesində Azərbaycan türkləri ilə farslar müşarikət halində qabağa gedirlər. Ona görə bəlkə də bunu zarını biz Şayət görürük. Azərbaycan qabaqda olar. Şayət o bəllidir, Azərbaycan əzizləri siyasi qabaqdadır. Çünki niyə tarix boyunca belə olub? Azərbaycan tarix boyunda İranda biz cümbüşə ictimai deyirik da, bu hərəkətlər bunların hamısında Azərbaycan birinci dərəcədə olub və birinci yerdə olub. Məşrutə inqilabında bütün hərəkətlərdə cümbüşə ictimai dediyimizdə Azərbaycanın yeri apayrıdır. Və ona görə indi bu Kürt hərəkətinin, Kürtlərin müşarikətindən mən çox xoşalam. Çünki bax, Ay Süleymani, əgər Kürtlərlə Bəluçlar və ərəblər də hərəkətə geçsələr, İranda yaşayan millətlər çox qabağa gedər. Bunlar nə qədər mesela siyasətdə qabağa geçsələr, bütün obrisi millətlərin də obrisi millətlərinin həmkarlığı hazırlanırlar. Təsir qoyacaq hətta. Bəli, hazırlanırlar. Bizim böyük məsələmiz bu, Kürtlərlə qarşı-qarşıya deyirik ki, bizim böyük məsələmiz bu ki, Kürt yoldaşlar, Kürt partiyalar bizlə həmkarlıq eləməlisiniz. Siz bizsiz orada bir iş görənməyəcəksiniz.
Ay düşür. Qoy bir bu qəşəng bir noçduya gəldin çıxdın. Bu bizim gündəm məsələmizdir də. Gündəm Bəli, problemimiz də. Kürtlərdən artıq bizim heç adı bilinməyən, tanınmayan adamlar vardı ki, bizim qarşı biz zərrə istəyə danışaq ki, ay Kürtlərlə əlaqəyə keçək, töküləcəklər, ay salacaqlar. Ki, heç adı bilinməyən adamlar. bəli, Bir bəli. adamlar Mütəəssirəm. ki, heç satdılar, heç bu hərəkətdə nəqşləri yoxdur, nə filanı yoxdur, adı bəlli deyil, harda fəaliyyət. Mən zindana düşmüşəm. Əki sən zindana düşübsən, Neyniyəm? gəməni Neyniyəm? boynuma. Nağayraq. Ben sənə Neyniyəm? məktub yazmamışıq ki, sən zindana düşübsən deyin, gərək hər nəyə müdaxil barmağını soxasan. Biz Elədir. İranda gedən məsələlər da bizim iştirakımız olmalıdır. Bəli, Müşarikət eləməliyik və Kürtlər necə gedir? Kürtlər gedir Bəluçları aparır, Ərəbləri aparır, Azərbaycanlıları aparmır. bəli. Niyə? Əlbəttə dedim, bu Niyə bizi bir dənə biz sevindirir. onların da iç səhvləri var ha, bizim təsəvvürümüz Bəli, bəli, yox. bəli, 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 Amma biz dəqiqən. vaxtı hərəkət edirik ki, gedək məsələn Kürtlərlə görüşək. Aha, olmaz, olmaz. Bunlar qatildirlər, filandılar. Aha, sən cinayətkar Xameneyini qəbul edirsən, cinayətkar Xameneyinin nümayəndəsinə rəy verirsən. Bizim bir dənə Kürtlərlə bir dənə hadisə, o hadisə biz unutmuruq. O hadisə həmişə bizim o psikolojimizdə, zehnimizdə təsir. Amma bizim qurtaracaq nöqtəmiz vardı. Ondan sonra bizim onda gərək İlham Əliyev zətlərlə sülh eləməyə. Nə mənədir? Deyək ki, Xocalıda baş verən faciə həqiqətən tarixdə Faciə, böyük təkrar faciə. olunmuş bir iş deyil. Bəli, Yəni o qədər bu bəli, cinayət ağırdır, o qədər bəşəriyyətin əslən nəngidir Xocalıda bəli. baş verən faciə, Qarabağda baş verən faciə. Amma Elə də çarəsi yoxdur. Təcriddə qala bilməz. O Hı, gəlib siyasətin bir dənə o hadisə keçmişdə qalıbdır, filanda qalıb. Ondan zaten Türkiyə ilə çalışır Ermənistanla əlaqəyə girsin. bəli. Desin ki, hə deyirlər ki, zaten. Onda Ermənistan desin ki, ha bizim adamımızı orada qırıblar. Biz orada sizdən zad eləməyəcəyik. Bax, bizə Paşinyan kimi bir dənə realist, vaqibil, o görən siyasətçi lazımdır ki, deyək ki, qardaş, biz nə mənədir, o bidəti ki, bizim aramızda qoyulub, o bidəti sındıra, vura, keçə qabağa deyək ki, şəhamətlə mən hər nəyi həll eləyəcəm. Siz də buyurun, xahiş edirəm elə bu məsələni Bəli, Ay siz də. Süleyman, əslində çox həssas bir nöqtəyə değindiniz. Mən də zaten onu qabaqca biraz teorik olaraq dedim. Dedim ki, deyərlər ki, İran tarixlərində tarixçilər yazır. Əlbəttə mən də özüm o nəticəyə yetişmişəm ki, İranda milli burjuvazının təməlini Azərbaycan türkləri ilə farslar qoyublar. Məşrutə inqilabında da belə olub və digər hərəkətlərdə də belə olub. Peki Kürtlərlə Bəluçlar bu tarixin harasındadılar? 2-3 dənə məsələ burada var Ay Süleyman. Biri budur ki, bu rejimi Cumhur İslamı bilirsən, böyük bir ixtilaf salıb, özünü besləb bir dənə rejimi Şiə məruf edib. Yəni Şiə olduğu üçün sünni məzhəbli insanlar biləxərə ögey uşaqdılar. Sünni məzhəbliləri belə qəbul eləmir. Yəni hər hansı bir imtiyaz da vermir. Amma bunun yanında bir şey de vardı ki, mən ona çox barmaq basıram. O budur ki, biləxərə bu məntəqələrdə Süleymanı əşirətlər söz sahibidirlər. Həm Kürdistanda, həm Bəluçistanda. Süleymanı əşirətlərin hakim olduğu həm də Türkmən səhrada, həm Qəşqayda. Bəli, əşirətlərin hakim olduğu yerlərdə demokrasi fəlsəfəsi çətin gəlişər. Demokrasi fəlsəfəsi çox çətinliklə
qabağa gedər. Hətta bəzən qabağa da getməz. Çünki əşirə ağasının sözü bütün həm fəlsəfi düşüncədən, həm başqa şeylərdən üstündür. Onlar əşirə ağasının sözünə baxarlar ta ayradan. Bu əşirə sistemi həm Kürdistanda, həm Bəluçistanda, dediği kimi Türkmenistan'da da, Türkmen sərhəddə də belə qırılmalıdır. Biz demirik onlarda da çok bahuş, baistedad insanlar var. Ama sağtar ictimai ki biz deyirik, bu sağtar ictimaidə bir yerdə hani əşirət zadı da var. Biz bunu İqlim Kürdistan'da da görürük. Hani İran'ın iklim hükümetinde de görürük. Pəs əgər Kürtlər bu nəticəyə yetişiblər ki, belli çoxu çəp qurumlardır. Bu nəticəyə yetişiblər ki, bir yerdə çalışsınlar, bir yerdə mübarizələrin qabağı aparsınlar, bunun çox yaxşı nəticələri olacaq. Nəticələri bilirsin nədir Süleymani? Əşirətlər oturub bir-birindən mübarizə, mücadilə, bir-birini yox etmək niyyətində deyirlər. Bir-birinə yaxınlaşıb fikirlərini bir-birlərinə axtarırlar, bir-birlərinə fikirlərini deyirlər. Bu da o camiənin dəyişməsinə, o saxtarın dəyişməsinə köməkli olacaq. O saxtarın dəyişməsi ilə, yəni o əşirə saxtarının dəyişməsi ilə biz Azərbaycanlılara daha çox yaxın olacaqlar. Artıq sən əşirəti saxtarda deyə biləsən ki, Azərbaycanlı mənim yerimi qəsb edib. Əşirəti təşkilatda deyə biləsən ki, Kürd gəlib gözünü tikib mənim torpağıma. Bu əşirət fikridir. Millətləşmə sürecində bu artıq belə söhbətlər olunmaz zaten. Heç belə söhbətlər olunmaz. Əlbəttə, ay düzdür. Sizin dediyiniz tam doğrudur. Bəli, Doğrudur. Amma mən düşünürəm ki, Kürdlərin zadında nə mənədir? Bir dənə teyf yaranır. O yaranmaqdadır və o teyf çox belə modern zad eləyirlər. bəli, İndi bəli, yüzlər dənə Kürd düktura alıbdır. Ondan sonra Qərbidə bəli, o sürəclər ki siz buyurdunuz, o sürəcləri keçib və o əşirət. Düzdür, bir zaman şayət əşirəti mövzular müsəllət olardı. Mən görürəm ki, təşkilatı zətdə əsl nəhadinə olubdur. bəli, bəli, Daha o sünnətdən, o sünnətgərayıdan keçib modernizmə tərəf gedirlər. Və bravo, bu çox bravo. belə gözəl bir hadisədir ki, bizim qonşuluğumuzda baş verir və qəətən də bizim həm bizə təsir Təsir qoyacaq. qoyacaq, həm Mutlaka bizə təsir. bizə Həm İran, təsir həm qoyacaq və Müslüman. biz də düzdür, bizim cəmiyyətimiz neçə bərabər onlardan artıq olduğu üçün bizdə də o teyf illər boyudur, yəni o sünnətgərayı bizdə ki həmiyyətin itiribdir. O həmiyyətin itirdici üçün biz bu günləri görürük ki o diyaloq zadı çox güclü qabağa gedir. Əlbəttə mən Kapağıcı. mütəqidəm Azərbaycanın milli hərəkətini o adamlar ki pişqamdılar, pişkesvətdilər, ondan sonra söz sahibidirlər, elm sahibidirlər, modern düşünürlər. Onlar nəqd eləyib diyaloq aparmalıdırlar. Nə təxribat? Bəli, Ay Kürtlərlə siz bəli. gedib qatillərlə Eyvah, kişi. eyvah. Əgər Çok qatil təfəkkür. axtarırsınız, Bəli, bizim millətimizi kitabımıza da rəhm eləməyən bir dənə pəhləvi vardı. O pəhləvini gətirin bəli, səhnəyə və bu günləri görürsünüz ki, bizə Kürtlərdən artıq pəhləvi bizə təhdiddir. bəli. Bəli, bəli. Buyurun, Heç xahiş şey. edirəm. Yo, əslində çox həssas bir şeye parmak koydunuz. Düzdür, vaqiyyət budur ki, biz artıq bundan sonra Kürtlərlə pərdələrimiz artıq götürülüb, biz yaxınlaşmalıyıq. Hər yönündə, yəni, məsələn, mən sizə bir misal verim. O dediniz modernləşiblər. Hizb Demokratik Kürdistanı İran şeye dəvət olunub. İnternasyonal sosialistə dəvət olunub. İnternasyonal sosialist biləxərə Avropanın gələneğindən gələn, Avropanın sünnətindən gələn 100 neçə ildir ki, qurulub və biləxərə Avropanın siyasətində
təsir qoyubdur. Və bunlar Hizb Demokratdan dəvət edirlər ki, onların iclaslarında şirkət edəsinlər. Onun təsiri ilə dediyiniz kimi, bayaq dediyiniz kimi Bəli, o minlərcə modernizmi ki təy eləyib bəli, gəlibdi bəli, qabağa, bəli, o bəli. kontaktlar da otomatik yaranır. Yaranır. Ay Süleymanı, modernizm qabağa getdiyi sürəcə, demokrasi kuralları işlədiyi sürəcə biz kütlərlə yaxınlaşacağıq. İnşallah ki, bu hadisə baş verər. Mutlaka yaxınlaşacağıq. Mən Hətta ümidvaram ki, inşallah tezliklə bu hadisə baş verər və Kürdlər də bəli, bunu mütəvəccüh olarlar ki, bəli, 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 bəli. mütəvəccüh Amma bu olarlar ki, kütlər, bəli, bizim mənafeyimiz İranda yaşayan millətləri birləşdirmək və birləşdirmək. ya bahəm bir olub, birləşdirmək yox, Bəli, bir bəli, olub və bu hakimiyyətə biz İranın yarısından çox cəmiyyətin etniklər təşkil verir, bəli, millətlər bəli, təşkil verir. Bu millətlər bu günləri müvəzzəfdirlər برای عبور از جمهوری اسلامی o Cumhuri bəli, İslamidən keçmək üçün, bəli, diktatorun bəli, qabağında dayanmaq üçün, diktatoriya Pəhləvidən qarşısında dayanmaq üçün biz məcburuq bir-birimizin kənarında duraq. Əslində məcburuq ki, şərait bizi bir yaxınlaşdırır. Ay sağ Bizə ol. bu şərait yaxınlaşdırır və bu Bəli, hələ şərait də indiyə qədər yaxınlaşa bilməmişik də yox, təəssüflə. Ay Süleyman, bu şərait də müsbət şəraitdir. Yəni əlbəttə o iki tərəfində ifratı qrupları var. İki tərəfində biri-birini Əlbəttə, kəkələmək, mən biri düşünürəm ki, elə zadın Əhzab-ı Kürdlərin başında duran özləri radikaldılar. Bizim aşağıda, yəni bizimkilər aşağı səviyyədədirlər. Bəli, onlarınki ittifaqən mütəəssifanə yuxarı səviyyədədirlər. onlar biləxərə məcburdular. Ha, indi o icbar ki, siz dediniz ya, onlar məcburdular ki, o birisi millətlərlə həmkarlıq eləsinlər. İranda bu millətlər bir-birlərlə həmkarlıq eləmədiyi sürəcə Ay Süleymanı, bu diktator gedər, yerinə ayrı diktator Ayrı gələr. Bu diktator, istibdad bəli. gedər, ayrı Yəni istibdad gələr. biz Bizim İranın cəmiyyətinin nə cür deyim, o do sevvumuna nə deyərlər? Mən türk üçdə ikisi. üçdə ikisi bizik. Bəli. Və Yəni belə ona görə bundan də da çoxuq. bəli. Ona görə də biz həmkarlıq edib bir-birimizə yaxınlaşmalıyıq və eyni zamanda bir-birimizdən də öyrəşməliyik. Bir-birimizin təcrübələrimizdən faydalanmalıyıq. Bax 1324 Bir-birimizin 25-də potansiyellərindən istifadə eləməliyik. bəli, gerçekten 1324-25'te kurulan milli hükümet içerisinde Kürtlerin yeri vardı. Kürtlerin delegeleri vardı, Kürtlerin nümayendeleri vardı. Yani bir birlik ve beraberlik içerisinde kabağa gedirdi. Şahlık rejimi ondan məhşid elədi. Və istədi təfrəqə salsın. Və bu təfrəqə indi Ələn bu günləri, baxın, çox maraqlıdır. Əvvəlin dəfədir, bir iddə Kürt tapılıbdır, peyda olubdur. Bu günləri Clubhouse-da Kürtlərin əleyhinə zad eləyirdi. Nə mənadır? Rum vurubdur. təbliğat edeyim. Bunlar həmin adamlardılar ki, baxın, çox maraqlıdır. Kürtlərin əleyhinə Pəhləvi danışır, onun sabahısı günü Kürdlərin əleyhinə Rum vururlar. Əvvəlin dəfədir mən bu hadisəni görürəm. Azərbaycanda bu hadisələr çox baş veribdir. Amma əvvəlin dəfədir Kürdlərin əleyhinə Kürddən zat baş verir. Bəli. Müxalif. İniş çıxışlıdır. Bu hərəkət, hani biz bunu Azərbaycan dilində deyirik, bu xəmir çox su aparar. Xub təbiidir ki, biləxərə bu hadisə qabağa gedir, amma mən çox ümidvaram və gediş yaxşı gedişdir. Hələ Kürdlərin gedişini mənzurum. Biz Azərbaycanlılarla həmkarlıq eləmək onların nəfinədir, bizim də nəfimizdədir. Biz bütün olaraq gerək bütün millətlərlə biləxərə o məmləkətdə Ay Süleymanı qudrət gerək dağıla. O qudrət gerək parçalana və değişik yerlərdə o hani hökumətə eyaləti, vilayəti var da, o gerək təşkil tapa. Bax 100 neçə il bundan qabaq qanun əsası məşrutədə pişbirlik olunub və bir ildə icra olunub.
ki hükümetay eyaleti ve vilayeti. O hükümetay eyaleti ve vilayeti yani bütün insanlar öz sərnişinlərini özlər əllərinə almalıdır. Və beləcə də biz hani bu dalı qalmışlıqdan belə hani mərkəzdən bir ayətullahın bizi idarə etməsindən belə qurtara bilirik özümüzü. Bizim kurtuluş yolumuz həmkarlıqdır bir-birlərimizlə. Bir-birimizə yaxınlaşmaq, həmkarlıq eləmək. Çünki müşarikət tək siyasətdə deyil, müşarikət iqtisaddadır. Yani bizim tacirimizin hakkı vardı gelsin Kürdistan'dan mal alsın. Kürt tacirinin de hakkı var gelsin Azerbaycan'dan. Bir O ki var da, mübadeleyi əlan elə baxın, ay düşür, otomatik o fakat ticarət ay var da. Süleyman, Bəli, yox, bizim siyasi qruplarımız, baxın, biz ben, siyasi təşkilatlarımız o cadı qoymalıdır, o missiyanı ortaya qoymalıdır və qoyandan sonra həm əməkdaşlıq eləyib, bir-birindən yaxınlaşıb və bir o potansiyellər. Bunu biz Kürdlər bilməlidirlər bunu. ben, İranda iki dənə təyin kunəndə demirəm onlar zatdır. Təyin kunəndə itnik vardı. O təyin kunəndə itnik biri Azərbaycandır, ikincisi Kürdlərdir. Kürdlərin ben, sazmandeyləri var, labiləri var, silahları var və sazmankardılar. Təcrübə sazmanı varlarıdır 80 ildə və Azərbaycanın cəmiyyəti var. Azərbaycanın İranın hər tərəfində o səpələnmiş niruları vardı və qüdrət-i bəsit bunların zadında çox güclüdür və İranın bütün nöqtələrində sazmankar ola bilərlər və eləyə ben, bilərlər, təsir qoyalar. Bir ucu tuttu Bəndər Abbas, bir ucu tuttu Kerman, bir ucu tuttu Türkəmən Səhra, bir ucu tuttu Məşəd, bir ucu tuttu ərəblər yaşayan yer, ərəblər. Bax, bunların arasında sən yer tapmazsan ki, hətta 40%. İsfahanın özündə 40% cəmiyyət türklərdən ibarətdir. ben. Tabii de o Süleyman. Bəs Tabii ki. bu neyrunan, bu neyru ikisi bir-birindən əl-ələ versə, qətən Bəluçlar da gələcək, Türkəmənlər də Ben, gələcək və bir dənə vaqiyyət var. Azərbaycanın milli hərəkəti sekular bir dənə hərəkətdir və Kürdlərin də liderləri, kadrları sola yaxın və nə cür deyim, sekular bir dənə ben, təşkilatdılar. ben, Və bu ben, iki təşkilat bir-birindən yaxınlaşsa, İran hakimiyyətini zad eləyəcək. Və biz ben, hər vaxt istəmişik yaxınlaşaq, İran hakimiyyətinin pulaları ortaya düşüb, ay ben, ben, Azərbaycan getdi, ay falan elədi, behman elədi. Bax, bunların gərək biz o bedəti sındıraq. ben, 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 Kürdlər bu əqlə gəlməlidir. Bu məsələyə gəlməlidirlər. İzah edelim. Baxın, siz də xahiş edirəm bu sözü izah edin. Bəli, bəli, yox, gözəl bir şeyi işarə elədiniz və vaqiət də budur. Hələ mən iddiam daha da yuxarıdır. Mənim iddiam budur ki, siz dediyiniz qüvvət adam sizin dediklərinizdən. Əslində biz Türklər İran hakimiyyətində yalnız bir tamaşaçı kimi deyil, İran hakimiyyətini əslində böyük qismını biz ələ keçirtməliyik. Bizim əlimizdən idarə olunmalıdır. Çünki bizim təcrübəmiz də var. 1000 il məmləkəti biz idarə eləmişik. Bizim bu yeteneğimiz vardı ki, tekrar İran'ın her tarafında olduğumuz gibi İran'ın hakimiyetinde de yerleşək, İran hakimiyetinde söz sahibi olaq. Çünkü iktisatta kolumuz İnşallah var. ki İran hakimiyyəti gedir işinə ya, ay düşdür, Yok, yoxdur. İran indiki hakimiyeti demirəm mən. İndiki Bəli. hakimiyyetindən deyəcəyim yox. İran'da kurulan herhangi bir hakimiyette ki gələcəkdə olacaq, Azərbaycan Türkləri söz sahibi və öz Əgər dedikləri etniklər bir yerə yığışsa, nə çok paniravis, güzel olar. nə Çok güzel olar. yəni İranda bax, ərəblər, türklər, bəluçlar, türkəmənlər,
Ondan sonra və Azərbaycan türkləri heç Qəşqailər, Türkəmən Səhra Bəli, bəli, bunlar və hamısı bunların Türklər. hamısı Məşəddə yaşayan türklər və kürdlər. Bəli, bəli, bəli. Maraqlısı budur, ay düşdür. Orada mən Məşədi bərrəsi eləmişəm və mənim yaxından dostlarım vardı. O Məşəd türklərinin içində. Çox maraqlıdır. Orada kürdlərlə türklərin çox yaxın əməkdaşlıqları vardı. Bəli, bəli. Hər yerdə var. Çox Yok yok yerlərdə var. yok, orada xüsusi. Qız Bəli, alıb, şayət məsələn burada qız alıb qız vermək çox belə zad deyil, normal sayılmır. Məsələn bir fərz Azərbaycanlıların arasında. Əlbəttə Urmuda mən görürəm. Məsələn Düstur Qasımlının Süleymanım. qardaşının xanımı zaddır. Gəlini, qardaşının xanımı nə mənadır? Şiədir. Şiadır, nə olacaq? Aha, və hətta şiələrdə də sünnilərdən vardı, neçəsini tanıyıram. Bəli, bəli. Bəli, Vardı ki, bəli. gedibdilər, zad olubdular. Nə mənadır? Şiə Azərbaycanlıdır, gedib Kürd arvad alıbdı. Yəni, əslində belə bizim mənim Yəni öz çox qardaşım yaxın. Amma bu zətdə nə mənadır? Məşəddə Kürdlərin, Ustan Xorasanda zat Kürdlərin çox yaxın zatları vardı. Mən neçə dənə mənim türk orada dostlarım vardı. Soruşuram, deyir mənim hə getmişdim qaynanamgilə. Deyirəm ki, qaynanın zatı türkü bilir. Deyir bilir, amma Kürddür. Kürdür, bəli, bəli. Yəni Çox dəqiqən, maraqlıdır bu. dəqiqən bu yaxınlıq. Ümid edirəm ki, əgər biz bir araya gələriksə, məclisi ki vardı, parlament ki vardı, ala bilərik əlimizə və o parlamentlə hətta hökuməti və istədiyimiz sistemi yarada bilərik İran dairəsində. Bəli, bəli, arzumuz budur və yaranmalıdır. Çünki biz inanırıq ki, biz demokrasini İrana hakim edə bilirik. Ay düşdür. Həm 4 qadın, 4 dəqiqə vaxtımız qalır. bəli. Buyurun. Onu ixtisas. Mən çox danışdım, çox üzr istəyirəm ay Aydınım, düşdür. əslində söhbətimiz çox şirin getdi və mən də çox ləzzət apardım. Bəs nəticə bu oldu ki, bir, İran iqtisadi bu vəziyyət içində vardı, bunu daşıyanməz. Bu yük çox ağır yükdür. İran iqtisadi bunu təhəmmül eləyənməz. İran ən gec, indi bu il sabah bəlkə bir həftə, 2 həftə içərisində müzakirəyə gəlməlidir, gələcək də fəqət mütəəssifanə. Necə ki, Ayətullah Xumeyni hani cam-ı zəhri içdi və İranın 8 il müharibədən sonra heç bir qəramət almadan İraq siyrildi davadan. Mən fikir edirəm, biz nə qədər yubassalar, o qədər imtiyaz daha çox verəcəklər. Bu rejim məcburdur bu işi görsün. Çünki iqtisad bu şəraitdə özünü doğrulanmaz. Bu şəraitdə öz canını qutaranmaz. Bu bir. İkincisi budur ki, xoş bu məmləkət nə vacib belə öz-özünü idarələr. Yəni, bax, hamı İranda bir şey gözləyir. Nə gözləyirlər bəlli də deyil. Amma hər kəs bir şey gözləyir. Bunu mən İrandan gələn xəbərlərdə baxıram. Ay Süleymanı. Hamı bir şey intizarı var. Ki hani biz çox şiələr bilirsiniz İmam Zamanı gözlərlər. İranda da bir şey gözləyirlər. Nədir bəlli deyil. Və vaqiət budur ki, rejim də çox vəhşətə düşüb, çox qorxur. Öldürməklərlə, bu edamlarla istənilməsin, millətin müqavimətini sındırsın. Bəli, bu vəhşət yaratsın. Çox məmnun ay düşdür. Vəhşət yaratmağa. Bəli, çox sağ olun. Bəli, mən də qatılıram. Təəssüflə Bijan Cəzəni və onun bəli, bu inşallah qalsın gələn verilişə. Qətən gələn verilişdə bu haqda sizə bəzi bilgilər verəcəyik. Çünki mən inanıram ki, bugünkü müasir dövrümüzdə onların o mübarizələri bizə ruh verən və diktator hakimiyyətin cinayətlərini ifşa eləmək bu günləri bizə çox önəmlidir. Bəli, bəli. Sağ olun, sağ qalın, ay düşdür. Sizə təşəkkür edirəm ki, bu verilişdə iştirak elədiniz. Çox sağ olun. Allah amanında sizi Allaha tapşırıram. Gələn görüşlərə qədər dostlar, Allah amanında. Sağ olun.